Salam hörmətli tamaşaçılar, əziz Qarabağlılar. Bugün Xocalının Ballıca kəndindən sizi salamlayıram. Hər dəfə Qarabağın müxtəlif nöqtələrindən çəkilişlər edirdik. Fikirləşdik ki, bugün gələk Ballıcada gözəl bir ailənin qonağı olaq. Məhz ona görə də bugün təbiətin çox gözəl bir məkanından, dağların qoynunda yerləşən Ballıca kəndindən sizi salamlayıram. Bildiyiniz kimi 1992-ci ildə məhz fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələrinin qəfil hücumu zamanı qətliam törədildi və 600-dən çox Xocalı sakini, qoca, cavan, yaşlı, uşaq demədən hər birisi həmin qətliamın qurbanı oldu. Və digər Xocalı sakinləri isə məcburi köçkün vəziyyətinə düşdülər. Onlar öz canlarını qurtarmaq üçün Xocalıdan didərgin düşdülər. Və 30 il həsrətdə yaşadılar. Onlar arzusu ancaq ondan ibarət idi ki, vaxt gəlsin, biz Xocalımıza, öz elimizə, obamıza, öz doğma yurdumuza qayıdaq. Elə məhz Ballıca kəndində 2024-cü ildə ilk köç həyata keçirildi. Ballıca kəndi deməli indiyənə qədər məlumata əsasən böyük qayıdış proqramına uyğun olaraq 191 ailə, 787 nəfər insan məhz bu doğma yurda, bu gözəl təbiətin qoynunda yerləşən kəndə köçüb. Mən bugün isə Orxan Şirinli olaraq bir ailənin qonağı olacağam. Burada diqqətimi gözəl bir məkan çəkdi. Elə dağların ətəyində yerləşən gözəl bir evdir. Burada insanlar demək olar ki, yerli və xarici turistlər üçün xidmət göstərirlər. Elə məhz Kosalar Kənd Məhsulları adlı bir ailə biznesi qurublar. İndi biz bu ailənin qonağı olacağıq. Görək, onlar bizi Ballıcada necə qarşılayacaqlar. Xoş gördük Niyaməddin bəy. Xoş gördük. Necəsiz? Sağ ol. Xoş gəlmisiniz öz eliniz obanıza. Salamlayıram sizi. Çox sağ olun. Bu gözəl təbiətin qoynunda yerləşən, doğrudan da bu gözəl Ballıca kəndində sizi salamlamaqdan qürur hissi keçirdirəm. Çox sağ olun mən. Necədir burada həyat? Necə Çox yaşayırsınız? Nə vaxtdan köçmüsünüz bu əraziyə? 25-in fevral ayının 24-dən köç eləmişik. Fevralın 24-də. 25-dən köç eləmişik. 25-dən. Çox şükürlər olsun üçün Qarabağ torpağında yaşayırıq, qayıtmışıq öz vətənimizə, öz elimizə, öz obamıza qayıtmışıq. Bugünkü günlərə çox şükürlər olsun. Qarabağda özümüz üçün biznesimizi qururuq. Hər kəs öz işini... Elə gələndə diqqətimi çəkdi. Burada belə kiçik bir ailə biznesi qurmusunuz, kafe tipli, yerli və xarici turistlərin gəlib burada istirahət etməsi üçün, ayaq saxlayıb istirahət etməsi üçün olan bir yerdir. Elə evinizin həyətində açmısınız. Bəli, baxın. Necədir? Dolanışıq varmı? Çox şükürlər olsun. Xarici qonaqlar da gəlir. Bura. Yerli sakinlər də gəlir. Havası gözəldir, gəlməlidir əlbəttə ki. Havası gözəl, təbiəti gözəl, bulaqları saf. Qarabağın hər qarışı gözəldir. Bəli. Ballıca kəndinin sakinləri nə ilə məşğuldular burada? Arıçılığı bilirəm ki, burada çox gözəl arıçılıq təsərrüfatı qurublar. Dövlət məşğulluq xidmətini sizə yönəldib. Yəni burada insanların məşğulluğu üçün əllərindən gələni edirlər. Məsələn, arı təsərrüfatı ilə məşğul olanlara arı ailələri verilir. Və ailələri verilir. Daha sonra heyvandarlıqla heyvandarlıqla məşğul olanlara heyvan verilir. Siz də öz biznesinizi qurmusunuz. Kosalar Kənd Məhsulları adlı kiçik bir biznes qurub Niyaməddin bəy öz evinin həyətində. Və inşallah ki, uğurlu olar. Elə bu çəkilişdən sonra da kim Xocalıya, Ballıcaya gəlsə, Niyaməddin Ağayevin bu gözəl kafesində qonaq olsun. İndi bizi qonaq edəcək. Mən gəldim, gördüm ki, burada artıq siz oturub çay içmişdiniz. Bəli. Buraya gələn turistlərə xidmət edirdiniz. Bəli. Necədir? Yaxşı pulu verirlərmi? Çox şükür, hər şey qənaət bəxşdir müəllim. Neçə nəfər qalırsınız? Ailə üzüm 3 nəfərdir. Bir övladımdır, bir yoldaşım üzr istəyirəm. 3 nəfərdən ibarətik.
durumumuz çox yaxşıdır. Şükür Allah. Ballıca sakinləri də işi olan hər kəs öz işi ilə məşğuldur. Bəli. Qoçaq cəmaatdır, zəhmətkeş cəmaatdır. Torpaqla məşğul olan, əkin-biçinlə məşğul olan, əkin-biçinlə məşğuldur. Sənəti olan sənəti ilə məşğuldur. Müəllimliyini edir. Hər kəs də dolanışığın belə öz sahəsinə uyğun qurur. Şükür Allaha. Bizim də elə uyğun bildiyimiz bu sahədir, Qutabdır, Kətədir, kənd məhsullarıdır. Bununla da məşğul oluruq. Dolanışığımızda çox şükürlər olsun ki, yaxşıdır. Elə biz dağa istirahətə gedəndə yol kənarında kətə bişirən, qutab bişirən xanımları görürük və onlar da öz sahəsinə uyğun pullarını qazanırlar. Elə siz də çox ağıllı iş görmüsünüz ki, bax belə təbiətin qoynunda çox sərin bir havası olan bir kənddir, Ballıca kəndi. Elə belə bir yerdə öz kiçik biznesinizi qurmaq, doğrudan da sizin üçün öz ailənizin inkişafı üçün, pul qazanmağınız üçün çox gözəldir. Çox şad oldum müəllim. Siz kimi qardaşlar da bura gəlirik. Biz Ağdamlıyıq. Elə Elin obanın övladısınız. Allah köməyiniz olsun. Qarabağlıyıq. Çox şad olmam ki, siz kimi dəyərli qardaşlar gəlir. Çox sağ olun. Elə mən Qarabağın bütün bölgələrindən çəkilişdə oluram. İstədim ki, bu gün də Xocalıya, Ballıcaya gərək. Elə gəldim, çox sevindim ki, sizin kimi güləriz, mehriban bir ailənin qonağı olmuşam. İnşallah ki, Allah sizə uzun ömür can sağlığı versin. Nəvə, nəticə yiyəsi olasınız. Bax, burada xoşbəxt yaşayasınız. İndi bizi minlərlə insanlar izləyəcək. Məhz buradan, Xocalıdan nə deyə bilərsiniz məhz Azərbaycan xalqına öz həyat şəraitinizlə bağlı? Allah elimizi, obamızı qorusun, qardaş. Bu Qarabağın hər qarışında, hər qarış torpağında Azərbaycan igidlərinin, xanımlarının əziyyəti var. Əlbəttə. Çox əziyyət çəkdilər. Mən özüm cəbhə bölgəsində yaşamışam, şahid olmuşam. Azərbaycan qadınları evdən balalarının cehizliyi, yorğan döşəyin, isti geyimlərini gətirib hərbiçi qardaşlarımıza verirdilər ki, Qarabağ azad olunsun. İsti geyimlə geyinsinlər. Evdən şirniyyatları, mürəbbələrini gətirirdilər. Qarabağın işğalına bütün xalqımızın böyük əziyyəti var. Biz Qarabağlılar da o əziyyəti gərək itirməyək. Hər bir kəsə dərin təşəkkürümü bildirəm Azərbaycan xalqına ki, bu günləri bizə yaşatdı. 33 il həsrətə son qoyduq. Ona görə də çox şükürlər olsun ki, vətəndəyik. Xocalı bizim həssas yerimiz idi. Bəli. İndiyənə kimi, torpaqlar alınana kimi inanmırdıq ki, nə vaxtsa biz məhz bu torpaqlarda bildiyiniz kimi qətliamlar törədildi. Buradakı insanların, doğrudan da buradakı insanlar çox əziyyət çəkdilər. Amma indi 33 il sizin sözünüz olmasın, 33 ildən sonra arzuladığımız doğma yurdumuza qayıtmışıq. Eləcə də siz. İnşallah biz də Ağdam şəhərinə qayıdacağıq. Çox şükürlər olsun. Həmişə Ağdamlılar, Xocalı sakinləri bir-birindən qardaş, mehriban olublar. Bizlə elə Xocalı arasında elə də bir məsafə yoxdur. Həmişə ticarətimiz olub, gedib gəlişimiz olubdur. Şükür Allaha ki, mən çox sevinirəm ki, siz də öz doğma yurdunuza qayıtmışsınız. İndi istəyirəm mənə bir evin həyətini, ərazini göstərəsiniz. Xalqımız da əyani şahid olsun ki, dövlətimiz sizi necə bir evlə təmin eləyibdir. Bildiyiniz kimi, Ballıca kənd sakinlərinə, yəni burada yaşayanlar üçün bütün infrastruktur qurulubdur. İçməli suyla təmin olunubdur, qaz xətti çəkilibdir. Sürətli internet xətti ilə də təmin olunubdur. Elə görürəm ki, maşallah, güzəranınız yaxşıdır. Özünüz də gələn kimi gözəl kiçik biznesinizi qurmuşsunuz. Allah Teala həmişə sizi burada mehriban yaşamağa nəsib eləsin. Çox sağ olun, Orxan mənim. Çox şad olam ki, siz kimi dəyərli qardaşlar təklif buyurubdur, gəlmişsiniz. Allah sizləri var eləsin, Allah xalqımızı qorusun. Amin inşallah. Allah Azərbaycan xalqını qorusun. Sağ olun. Çox şükürlər olsun. Çox sağ olun.
Bəli, indi biz kətənin bişirildiyi nöqtəyə doğru gedirik. Mən istəyirəm ki, bax, həqiqətən əyani şəkildə tamaşaçılar görsün ki, həqiqətən də ocaqda bişir. Bax, Niyaməddin bəy özü burada odunları gətirib ki, qəşəng ocaqda inşallah ki, həmin kətələri bişirib insanlara təqdim eləsinlər. Özləri üçün də burada gözəl bir mətbəx yaradıblar. Buyurun, buyurun. Kesin. Bəli. Elə burada əyani şahid olursunuz ki, elə kətə, baxın, peçdə, ocaqda bişir. Gəl ocağı da çək. Tam inansınlar ki, həqiqətən də bura gəlib bu kətədən yemək lazımdır. Baxın. Gör nə gözəldir. Maşallah. Özü yekə də ha. Gör nə yekədir. Qarabağ kətəsi böyük olur. Bəli, Qarabağ kətəsi biz böyük olur. onu yaşadırıqsa gərək hər şeydə diqqət yetirək. Əlbəttə ki. Stilinə Bu gələndə burada var idi mi? Yoxsa yox, bunların hamısını özüm. Eləmi? Vallahi hər bir şeyin özüm eləmişəm. Maşallah olsun. Maşallah ki, Elə olsun. görünür ki, Niyaməddin bəy çox bacarıqlı insandır. Gələn Allah kimi də köməyiniz olsun. maşallah olsun, əlindən gələni edib ki, öz ailə güzəranını qursun, yaratsın, inkişaf elətdirsin, pulunu qazansın. Çox Eşq olsun. şükürlər olsun Cənnət müəllim. Çox yaxşıdır. İşimizdən Sağ ol. razıyıq. Sizi kimi dəyərli qardaşlar gəlir, çəkiliş edir. Əziyyətlərinizi halal Borcumuzdur. Sizlər sağ olun. Dövlətimizin gördüyü işləri, doğrudan da o gözəl işləri, qurduğu, yaratdığı infrastruktur layihələrini mən həmişə özümə borc bilmişəm ki, çatdıram məhz xalqımıza. Görsünlər ki, Qarabağda necə gözəl işlər gedir. Elə sizin kimi gözəl bir ailənin qonağı olmaq həqiqətən də mənim üçün qürur vericidir ki, Xocalı sakininin evində qonaq olmuşam. Baxın, gözəl kətə hazırlanır. Gəlin görək bu necə hazırlanır. İndi bax elə bükülür ki, o ocağa qoyanda açılmasın. Bəli. Maşallah olsun. Əliniz bərəkətli olsun. İndi kətənin biri də qoyuldu. Bizim indi bu çəkilişdə Müşfiq qardaşımız da iştirak edir. O biraz maşallah olsun. İştahı yaxşıdır, yeyəndir. Ona görə də elə deyirəm ki, bu kətədən pişsin, gedək ondan nuş eləyək. Nuş eləyək. İndi qardaşı bizə təqdim eləyəsiniz. Bu qardaşımız burada sizin nəyinizdir? Hoş geldiniz. Xoş gördük. Necəsiniz? Allah kömək. Qardaşım Ağayev Əli Yaşaroğlu, qardaşım oğludur. Qardaşınız oldu. Böyük qardaşımın balacası 15 övladıdır. Sağ olsun, əmsinə dəstəkdir. Maşallah Ailə olsun. biznesidir. Bu da mənim elə bir Orxan mənim sağ qolumdur. Hə, maşallah. Əmsinin yanındadır hər zaman. Gələn gedən siz kimi qonaqlara, qardaşlara Qarşılayır, gözəl də xidmətlədir. xidmət Bəli. eləyir. Gözəl də etikası, özü də gözəl gitaristdir, tarzəndir. Eşitdiyimə görə Ağdam Musiqi Kollecində təhsil alır. Bəli, bitirdi deyirlər oranı. Bitiribdir demək olar ki. İnşallah ki, sən də öz sahənə uyğun işlə təmin olunarsan. Allahın köməyi. Sağ olun. Allah sizi. Doğrudan da çox elə üzünə baxanda bilinir ki, necə ləyaqlı, mərifətli, qanacaqlı oğlandır. Elə ilk öncə gələndə kamera arxası da çox da gözəl qarşıladı. Allah köməyiniz. Lazım olan şeyləri də mənə başa saldı, bildirdi. Sağ olsun. Elə üzündən bilinir ki, necə nurani, gözəl oğlandır. İnşallah ki, taleyin də üzünün nuru kimi gözəl olsun. Çox sağ ol Orxan müəllim. Həyatın keşməkeşliyi yox, əla keçsin. Şansında sağ ol. bol olsun inşallah. Allah sizi var eləsin. Maşallah. Gedək sizin Oturaq əlinizdən bir- bir çay çək görək. Kosalar Kənd Məhsulları kafesində necə bir ləzzətli çay verirlər. Gedək ona bir Buyurun. şahid olaq. Buyurun. Yok sen neyi gözlüyorsun? Yok ikinci şeyler var. Bəli, hörmətli tamaşaçılarımız. Kətələrimiz də gəldi. Niyaməddin bəy çox sağ olsun, əziyyət çəkib. Siz sağ olun. İndi mən bunun içinə çiyadan qoya bilərəm. də? Pol, Pol. şeydir. Qarabağlar qaymaq Maşallah. deyirik də biz. Bu hara çiyəsidir belə? Elə Ballıcanın. Ballıcanın özünün Hə. çiyəsidir.
Operatorumuz yaxından çəksə. ona Kamil belə- qardaşımız var, onun təsərrüfatının məhsulu. Maşallah, maşallah. bərəkət. Sağ ol. Özdə isti-isti elə ocaqdan götürülüb, gətirilib maşallah. Əziyyət çəkdim bu gün xeyla. Xoşdur müəllim, əziyyət deyil, xoşdur bizim üçün. Allah köməyin olsun. Sizlər əziyyət çəkirsin. Baxın. Dəyərli qardaş. Bax belə xidməti, hörmətli tamaşaçılar, gəlin, burada görün, həqiqətən də. Yolunuz Xocalıya, Ballıcıya düşsək, hökmən məhz Kosalar Kənd Məhsulları kafesinə gəlin. Burada yüksək səviyyədə xidmət. Baxın, bizim kətəmiz, çiyəsi, sonra qaymaqlı qatığı, ayranımız, çayımız, yəni həqiqətən də yüksək səviyyədə xidmət olunur Niyaməddin bəyin gözəl kafesində. Gələndə mütləq bura gəlin, bu kətənin dadına baxın. Yemişik. Allah razı olsun. Sizlər sağ olun müəllim. Çox gözəl. Təşəkkür Buranın edirəm. havası elədir ki, çox sərindir. Baxmayaraq ki, yaydır, amma hava küləkli, çox gözəldir. Elə belə yayın istisində gəlib belə sərin yeri tapanda insan istəyir ki, bax belə təamlardan datsın. Çünki bura gələndə adam iştahlanır. Elə Yox, deyil mi? müəllim, mənzərəyə baxanda Hə. deyə bir 100 metr belə də aşağıdan çay axır da, bax o dərədən belə Hə. çay axır. Çayın sərinliyi, səsi, təbiətin sünkar gözəlliyi, nə desən də. Bəli. Elə bu mənzərəyə qarşı da insan necə iştahlanmaz? Bravo. Bu gözəl kətəni yemək. Təbiətin itkisi ilə inşallah müəllim. Allah sizi kimi qardaşları var eləsin. Gələn Allah sizə də qardaşlar, dostlar Uzun ömür çoxdur. versin. Sizlər sağ olun müəllim. Dəyərli insanlarımız çoxdur. Gəlib burada təamlardan dad edirlər. İstirahət edir. Bəli, çox. Maşallah. Gör necə Turlar gözəl gəlir. sərindir. Orxan müəllim, Allah yaxşı şey görürsən bir də ekaruslarla o Hı hı. başqa rayonlardan tur təşkil edirlər, gəlib qonağım olurlar. Ha. Adətən buranın məsələ deyək də axşam sərini. Axşam sərini daha çox. Bu da Hələ heç bax vaxt ki- saat Hə, 12-yə qalır. bəli. Hələ gün ortadır da. Şükür. Çox şükür. Təsəvvür elə olsun. axşamı necə soyuqdur. Hələ Hə. indi belə sərinlikdir. Gör Hə, axşam. axşamın tacı Heç biz. buranın yaydan xəbəri yoxdur Yox, deyərdim mən- ki. Biz heç demiyorlar ki, isti görmürük. Ha, maşallah Hə, olsun. Maşallah olsun. bəli. Özdə o balkon var idi ha. Hə. Yuxarıdakı o balkon. Onun nə desin? Elə orada bir kravat qoyub ha, yatmaq və nə desin? nə ditilisi, ağza qanadı, Yox, yox, heç bu heç heç həşəratı yox. Heç. Maşallah olsun. Təbiət. Hökmən ki, hörmətli tamaşaçılar, yolunuz Xocalıya düşəndə Ballıca kəndinə gəlin. Bəs bu gözəl təamlardan dadın. Elə Ballıca da istirahətinizi edin. Doğrudan da bura möhtəşəmdir. Hörmətli tamaşaçılar, bu günləri Xocalının Ballıca kəndində Niyaməddin Ağayevin evində qonaq olduq. Doğrudan da mən çox sevindim ki, belə gözəl nur üzlü qardaşımızın evində Çox sağ qonaq olun. olduq. Allah səndən razı olsun. Çox da gözəl süfrə açdı, bizi qonaq elədi öz ailə biznesində. Kənd məhsulları, Kosalar Kənd Məhsulları kafesində sizin də yolunuz düşəndə hökmən ki, məhz bu gözəl təbiətin qoynunda yerləşən Ballıca kəndinə gözləyirik. Hər biriniz ayaq saxlayıb yolunuzu məhz bu kafedən salın, gözəl təamlardan dadın. Mən sizə təşəkkür edirəm Niyaməddin bəy. Allah köməyiniz olsun. Çox da gözəl qarşıladınız. Allah canınıza Var olun. sağlıq versin. Allah ruzinizi başınızdan töysün inşallah. Çox sağ olun əziz Hər şeyə qardaşlar. görə çox sağ olun. Siz sağ olun. Şad oldum ki, mən də sizi kimi dəyərli qardaşlarla tanış oldum. Allah Mənim razı üçün olsun. xoşdur ki, zəhmətinizi halal elən. Halal xoş Əziyyət olsun. çəkib gəlmisiniz. Nə vaxtda gəlsəniz, Borcumuz gözümüzdə var. yeriniz var. Çox Sağ sağ olun. olun mənim. İnşallah tez-tez gələcəyik. İnşallah qardaş. Sağ olun. Növbəti dayanacağımız isə Xanyurdu kəndi olacaq. Oradan gözəl reportajla yenə də mən bloger Orxan Şirinli qarşınızda olacağam. Sağ olun, salamat qalın. Sağ olun.